Bir dənə külək əsən kimi sırası bütün işıqlar gedir. Remont olacaq, ha vaxt olacaq, nətər olacaq. Bu işıqlar bizi bura yox, bura gətirib. Suraxanı rayonu Hövsan qəsəbəsi Rüfət Abdullayev küçəsində sakinlərin şikayət etdiyi əsas problemlərdən biri küçə işıqlandırmasıdır. Küçənin bəzi hissələrində ümumiyyətlə işıq dirəkləri yoxdur. Mövcud olan dirəklərdə isə işıqlar yanmır. Nəticədə axşam saatlarında bu ərazi qaranlığa qərq olur. Sakinlər deyir ki, küçədə hərəkət etmək, xüsusilə də gecə saatlarında ciddi çətinlik yaradır. Ağac kəsilməlidir. Heç kəs də yoxdur burada qızım. Bax, gəlib kölgə alıb bu tərəfə. İsrail gündə bizim hamısı zatlar nədir, kondisionerdir, o biri burada, o biri yoldan. Keçən il mənim qızadım yandı, Wi-Fi'm yandı, kondisionerim yandı. Allah haqqı kasıb adam məsi pensiyası, oyunları düzəltmişəm. Canım səhəsin, o telefon, xalacendikim yandı, xalacendik təzə götürmüşəm. Beləçə şey olmaz. Bu işıqlar bizi bura yox, bura gətirib. Təzə çəkilən kabel bu günə qalıb. Hamısını sürtüb aparıb. Bir də o tərəfdəndir. Oyunlardır buradan olub. Bilmirsən kondisioneri söndürəsən, bilmirsən telefonu çıxarsa, bilmirsən xalacendik çıxar. Başımıza da xarab olub da. Bu Hövsanda ümumiyyətlə bizim 4 gündür işıq düşür 180'a, bizim evdə onun göstəricisi var. Mən özüm gözümlə görürəm. Düşür 180'a. Sonra bir başlayır qalxmağa 185, 184, 186, 200, 208 yenə riski düşür 180'a. Yenə belə qalxır, düşür ya. Evdə ümumiyyətlə o stabilizatorlar qırmızı, sarı, qırmızı, sarı, qırmızı, sarı. Elə bir şotçuk oynayır. Əməlli başlı svetofor oynayır da evdə. Yenə xaladenik yandıra bilmirik. Nə paltar yuyanım keçən həftə yanıb. Yandı, söndü, paltar yuyanım yandı, 80 manat verib, bax onun sistemini düzəltdirmişəm. Və o biri qonşunun paltar yuyanı, ya ikimizinki də bir yerdə, o da 80 manat, mən də 80. Bu nə qədər olacaq belə də? Olmaz axı. Bunun özünü, ağacı kəsməyə icazə vermirsiniz, yaxşı, bunun ətrafını ki kəsmək olar. Bir dənə külək əsən kimi sırası bütün işıqlar gedir. Heç kim baxmır, başladım, zəng girsin deyə bizlikdir, remont olacaq, ha vaxt olacaq, nətər olacaq, nəyini eləyək. Sonuncuya qədər elə gündə bir dənə elektronikalar qoyaq evə ki, nə vaxtsa remont olacaq. Nəyini alarsan? Bilirsən mi? O 80 o verib, 80 sənin qızın, 80 da mən vermişəm. Allah ki, bu dəqiqə bax ustanı çağırım, o maşın ustasını. Gəlsin özü təsdiqləsin. Gəldi onun bütün sistemini çıxartdı, dedi sistemi yanıb. Çıxartdı, apardı. Hər dəfə mən elə hər həftə bunu bir gətirib şey eləməyəcək ki. Xaladenikdir, paltaryan hamısı yamandır. Bəzi qurumlardan, bu işıq idarəsindən əncam çəksinlər. Əziyyət çəkib gəlmişsiniz, çox sağ olun. Allah köməyiniz olsun. Kömək edin cəmaata. Valla qara cəmaat hamısı. Problemlə bağlı Suraxanı rayon icra hakimiyyətinə sorğu ünvanladıq. Bildirildi ki, qeyd olunan məsələ ilə bağlı rayon icra hakimiyyətinə sakinlər tərəfindən rəsmi müraciət daxil olmamışdı. Bununla belə qeyd olunan ərazidə küçənin işıqlandırılması üçün müvafiq işıqlandırma dirəklərinin quraşdırılması məsələləri ilə bağlı tərəfimizdən aidiyyatı qurumlara müraciət edilmişdi.